mən indi sazın sözün butasına, elimizin anasına, Borçalının anasına, Azərbaycan Türk dünyasının anası ve şehrimizin anası Saadət Qutuya söz verirəm ki, o da size öz ürək sözlerini, teşekkürünü bildirsin. Yaşa Quta, var olun. Akşamınız xeyir olsun. Borçalı Cəmiyyətinin rəhbəri Ramiz müəllimə çox sağ olsun deyirəm. Həmişə qiymətli olsun. Bundan əvvəllərdə Borçalı cəmiyyətləri oldu, ancaq Ramiz müəllim elə bir ocaq yandırıb ki, hamı orada isinə bilir. Çox sağ ol Ramiz müəllim, Vəli Qaraçaylı, şair qardaşım, çox sağ olun, dərin minnətdarlığımı bildirirəm sana ki, sən bir belə can yanında dur, Allah səni göylərə sultan eləsin. Əsəd Cahangirə, xüsusən bu topraqların hamısına bir və bir qızıl kimi vaxtını təyin edib, burada oturmağa gəlib, bu ta sözünü dinləməyə gəlib də Allah sizə yar olsun, canınız sağ olsun. Ancaq ən xüsusi mən Rəşid müəllimə öz minnətdarlığımı bildirmək istəyirəm. Rəşid müəllim, sən bu gecə getdin, həqiqi Məhkiyi ziyarət edin. Mən elə bildim, bütün Göyçə gəldi, sən gəldin. Çox sağ ol Rəşid müəllim. Rəşid müəllim o qədər dərin, dəryaq kimi tələffüllü bir insandır ki, heç vaxt özünü gözə soxmaq sevməz, mənəm deməyi sevməz. Onun mən gözümün qabağında nə qədər xeyirxahçılıq elədiyini, nə qədər sənətə bizə, ondan ədəbiyyatımıza qulluq elədiyini mən gözlərimlə görmüşəm. Mən heç vaxt kiminsə hörmətinə görə heç kəsi tərifləmirəm. Əgər bir insanla elin 5 adamı danışırsa ona can qoyur. Deməli ki, onda nə varsa da el ondan danışır. Rəşid müəllim bir dəfə telefonla danışırdıq, mən heyran qaldım Rəşid müəllimə. Kərkükdən belə bayatlar dedi, xalqın ədəbiyyatından o qədər gözəl xırdaladı ki, dedim, Rəşid müəllim, həmişə sakit oturursan, bu nə olan şeydir. Çox sağ ol Rəşid müəllim, çox sağ ol. Həmişə belə olun, ellə bir olun, vətənin o başı bu başı olmaz. Hamımız Azərbaycanlıyıq, hamımız bu vətənin evlatlarıyıq. Nə olsun ki, Göyçə bölünüb, Borçalı bölünüb, ancaq biz bir vətən evlatlarıyıq. Sənətimizə, ədəbiyyatımıza, alimimizə, aqilimizə qiymət verənlərin qadasını alır. Başınız aşağı dayansın. Çox sağ olun, hamınıza qurban olun.